Salam değerli izleyiciler, Ramiz Mehdiyev'den sonra sıra bu şəxslərə çatacaq. Çox şok bir açıklamanı diqqətinizə çatdırıram. Global Info'ya açıklamasında keçmiş Təhsil Naziri Misir Mərdanov bildirib ki, dövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək və o, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir. Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Yeri gəlmişkən bu arada Misir Mərdanov Tərtər işinə də toxunub və o barədə də açıqlamasını çatdıracağım diqqətinizə. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verdiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genofonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb, bu qədər dözmək olmaz. Misir Mərdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi Tərtər işinin açılmasına müəyyən qədər köməklik göstərə bilər. Hər bir halda bu başqa məsələ ilə əlaqədar da hazırda istintaq işləri gedir deyə nəsə demək olmur. Və bu arada qeyd eləyək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. O 1995-2019-cu illərdə prezident administrasiyasının rəhbəri olub. 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.